Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ötən gün Qobul-Ökbatan yolunda ağır yol qəzası baş verib. Məlumata görə minik avtomobili Ford Transit markalı nəqliyyat vasitəsilə toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan Bəhruz Sultanov və Rauf Hüseynov həyatlarını itiriblər. Fordun sürücüsü isə yaralanıb. Qəzada ölən hər iki şəxs Qobul Peşəkar Futbol Klubunun oyunçuları olublar. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik. Quba rayonunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verir. Bildirilir ki, qəza Quba-Qusar avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə Mercedes markalı minik avtomobili yük maşını ilə toqquşub. Hadisə nəticəsində Mercedesin sürücüsü Quba şəhər sakini 30 yaşlı Adil Qasımov hadisə yerində ölüb. Allah rəhmət eləsin, yaxınlarının əzizlərinə səbir diləyirik.